بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين. أما بعد، قال الله الحكيم في محكم كتابه الكريم: وأذن في الناس بالحج يأتوك رجالا وعلى كل ضامر يأتون من كل فج عميق ليشهدوا منافع لهم. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Usikum ibadallah və nəfsi bitəqvallah. Allahın salamı, salavatı, rəhmət və bərəkatı üzərinizə olsun əziz möminlər. Allah bu cümənin xeyir və bərəkətini sizlərə, əzizlərinizə, xalqımıza, bütün İslam ümmətinə nəsib eləsin. Allah bütün bəşəriyyəti bu cümənin bərəkətindən faydalandırsın inşallah. İlk öncə özümü, sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allahım hamımızı təqvalılardan qərar ver. Bildiyimiz kimi artıq Zilqədə ayı geridə qaldı, Zilhiccə ayı başlanıb, Zilhiccə ayının ilk cüməsidir və necə ki Zilqədə ayı Allahın haram buyurduğu 4 aydan biri idi, növbəti haram buyurduğu ay, haram aylardan biri, haram yəni hörməti gözlənən aylardan biri Zilhiccə ayıdır. Nə üçün Zülhiccə deyilir, Zilhiccə deyilir? Çünki həcc ziyarəti bu ayda olduğuna görə, bu aya təsadüf elədiyinə görə bu ay Zilhiccə adlanır. Və biz dedik ki, Zilqədə sözünün mənası oturaq, dinclik, müharibələrdən, münaqişələrdən əl çəkib, dincəlmək, Allaha tərəf üz tutmaq ayıdsa və necə ki o ayda, həmin ayda müxtəlif mübarək günlər var idi, əlamətlər günlər var idi. Eyni zamanda Zilhiccə ayında da əlamətlər günlər var. Və bizim keçən cümə xütbəsində əsas Dəhvül Ərz hadisəsinə işarə elədik ki, yerin yaranması, yayılması və dedik ki, irfani baxışda yerin yaranmasının əsas hədəfi yalnız zahiri yayılmadan, coğrafi mövqedən ibarət deyil, eyni zamanda insanın mənəviyyatı üçün, insanın dünyaya gəlişi üçün Allahın yer üzərində insanı öz xəlifəsini yer üzərinə gətirmək üçün şərait yaratmasıdır. Dəhvül Ərzin əsas məqsədi budur. Və dedik ki, necə ki, yer üzü Kəbə evindən etibarən yaranıb və Kəbə bu baxımdan yerin mərkəzi sayılır. İnsan mənəviyyatının da mərkəzi onun qəlbidir. Kəbə dünyanın mərkəzidir, yer üzünün mərkəzi isə insanın mənəviyyatının, batininin, daxilinin mərkəzi onun qəlbi sayılır. Və Kəbə qəlbləri özünə tərəf çəkir. Kəbə insanların qəlbini özünə tərəf çəkir. Ona görə əgər qəlblər Kəbəyə bağlı olmalıdırsa və qəlblər də insanın mənəviyyatının mərkəzi sayılırsa və o insanın mənəviyyatı, necə ki biz görürük ki, hər il hacıları Kəbə evi öz ətrafına çəkir, qəlb də insanın əzalarını, bədən üzvlərini özünə tərəf çəkir. Kəbə dünyanın yerin mərkəzi olduğuna görə insanları, bütün bəşəriyyəti hər il özünə tərəf çəkir. İl ərzində də gedib gələnlər olur. İldə bir dəfə həcc ziyarətinə, mövsümündə də xüsusən insanlar yığışırlar onun ətrafına. İnsanın da qəlbin həmin Kəbə evinə bənzətdik. Dedik ki, insanın qəlbi onun mənəvi aləminin mərkəzi sayıldığına görə bütün bədən üzvləri insanın qəlbinə tərəf cəzb olunur. Bu nə deməkdir? Yəni o deməkdir ki, insanın əməlləri onun qəlbindəkiləri icra edir.
İnsanın bədən üzvləri onun qəlbində nə varsa onları icra edir. Ona görə indi gör qəlbi necə təmiz saxlamalısan, pak saxlamalısan ki, o pak qəlb bədən üzvlərində öz təsirini qoruyub saxlasın, öz təsirini göstərsin. Və dedik ki, Zilqədə ayında olduğu kimi Zilhiccə ayının da müxtəlif əlamətdar günləri var. Müxtəlif əlamətdar günləri var. Qəlbin paklanmağının qorunmasından ötürü Allah Taala ilin bir neçə vaxtında insanlar üçün şərait yaradır. Biri də Zilhiccə ayıdır. Niyə? Çünki əlamətdar günlər var. Birincisi, Zilhiccə ayının biri bildiyimiz kimi Həzrət Əli əleyhissalamdan xanım Fatimə Zəhra salamullahi aleyhanın izdivac günüdür. Zilhiccə ayının 7-si 5-ci imamımız İmam Muhammed Baqir əleyhissalamın şəhadət günüdür. Və Zilhiccə ayının 8-i tərviyə günüdür. Tərviyə sözünün mənası nədir? Tərviyə sözünə iki məna verirlər. Bir neçə mənası var, əsasən iki məna götürürlər ki, sulamaq, su ilə təmin olunmaq deməkdir. Əvvəllər həcdən insanlar, hacılar Məkkə evindən Minaya tərəf hərəkət eləyəndə susuzluq yaşamasınlar deyə əvvəldən su ehtiyatı götürürdülər. Digər bir mənası isə tərviyə sözünün insanın bir qərara gəlməsi, düşünməsi, təfəkkür edib, təfəkkürlə bir qərara gəlməsi deməkdir. Necə ki, Həzrəti İbrahim əleyhissalam bir yuxu görmüşdü, o yuxu barəsində düşünüb düzgün qərara gəldi, düzgün qərar verdi. Ona görə tərviyə günü adlanır həmin gün və tərviyə günündə də biz bildiyimiz kimi bütün insanlar Minaya tərəf üz tuturlar. Amma İmam Hüseyn əleyhissalamın Məkkədən həcc ziyarətini ümrəyə çevirib Məkkədən çıxdığı gündür. Hicrətin 61-ci ildə İmam Hüseyn əleyhissalam Zilhiccə ayının 8-cində tərviyə günündə Məkkəni tərk etdiyi gündür. Zilhiccə ayının 9-u hamımız bildiyimiz kimi Ərəfə günüdür. Biz bilirik ki, Ərəfə günü çox əzəmətli günlərdəndir. İnsanların bağışlandığı gündür. Mərifətin yüksək zirvəsinə çatıla biləcəyi gündür. Və həmin gündə digər bir əlamətdar hadisə İmam Hüseyn əleyhissalamın əmisi oğlu Müslim ibn Əqlin İmam Hüseyn tərəfindən bir səfir olaraq Kufiyə göndərilməsi və orada şəhadətə çatdığı gündür. Və Zilhiccə ayının 10-da Qurban bayramıdır. İnşallah o barədə də danışılacaq. Zilhiccə ayının 13-ü isə məşhur hadisə Şəqqul Qəmər. Peyğəmbər sallallahu aleyhi və səlləmin möcüzəsi vasitəsilə ayın iki yerə parçalanması hadisəsi baş verib. Zilhiccə ayının 15-də Əliyün Nəqi əleyhissalam 10-cu imamımızın Mevlud günüdür. Zilhiccə ayının nəhayət 24-ü bir neçə ayənin nazil olduğu gündür müxtəlif vaxtlarda. Biri Mübahilə ayəsidir, Ali İmran 61-ci ayə. Nəzran xristiyanları ilə mübahisə zamanı qane olmadıqlarını görəndə Peyğəmbər salavatullah öz əhl-i beytini dəvət edir ki, onları kim haqlıdırsa Allah onun tərəfini tutsun, haqsız tərəfə isə öz lənətini yağdırsın və müsəlmanların qələbə günü sayılır. Həmin ayənin nazil olduğu. Başqa bir vaxtda da deyirlər ki, həmin gün Təthir ayəsi nə idi? Peyğəmbər Əhl-i Beyt əleyhissalamın paçlığı haqqında, paçlığına zəmanət verən, paçlığını sığortaladığı ayənin Təthir, Əhzab surəsi 33-cü ayənin nazil olduğu gündür. Başqa bir rəvayətdə deyirlər ki, digər bir ildə də İnsan surəsinin 8-ci ayəsi, İnsan surəsinin 8-ci ayəsi Peyğəmbər Əhl-i Beyt əleyhissalam haqqında nazil olub ki, onlar 3 gün nəzir etmişdilər, oruç tuturdular və hər 3 gün öz iftarlarını yetimə, miskinə və əsrə vermişdilər. O hadisəni xatırladan ayənin nazil olduğu gündür. Və nəhayət Zilhiccə ayının 25-də də ümumiyyətlə deyirlər İnsan surəsinin nazil olduğu, bütövlükdə nazil olduğu və digər bir rəvayətə görə İmam Əli əleyhissalamın vilayəti haqqında ayə, Maidə surəsi 55-ci ayənin nazil olduğu gündür ki, İmam Əli əleyhissalam namazda ruku halındaykən ehtiyaclının ehtiyacını ödəmək üçün əlindəki üzüyü ona sədəqə verir. Bu qədər günlərin, əlamətlər, hadisələrin bolluq təşkil etdiyi bir aydıyıq. Həqiqətən bərəkətli aydır. Ona görə onun müəyyən əməllər var. Əsas əməllərindən biri bildiyimiz kimi oruç tutmaqdır. İmam Cəfər Sadiq əleyhissalam buyurur, Zilhiccə ayının 1-ci gündən 9-cu gününə qədər
Kim oruç tutarsa, təbii ki 10-cu gün oruç tutmaq olmaz, çünki 10-cu günü Qurban bayramına təsadüf eləyir. Bayram gündə oruç tutmaq haramdır. Həzrət buyurur, Zilhiccənin 1-dən 10-cu gününə qədər oruç tutmağın savabı hər bir günə görə bir ilin oruç tutmağının savabı verilir. 9 gün oruca 9 il oruç tutmağın savabı verilir. Və Zilhiccə ayının 8-ci gününün də əlamətdar, orucunun əlamətlər mənası bundan ibarət ki, bir illik günahların kəffarəsi sayılır. Amma 9-cu gün, Ərəfə gününün orucu isə nəhayət keçmiş və gələcək ilin günahlarının silinməsinə kəffarə sayılır. Keçmiş və gələcək günah, yəni həm olduğun o il, ondan əvvəlki il, indiki təzə ilə keçmişik, yəni sonuncu ayda yaşayırıq hicri qəməri ilin, həm həmin ildə etdiyin günahları, həm də qarşıdan gələn ilin günahlarına kəffarə sayılır. Ərəfə günü, 9-cu gün, Zilhiccə ayının 9-da oruç tutmaq 2 ilin günahlarına kəffarədir. Bu da nə deməkdir? Təbii ki, o deməkdir ki, keçmiş günahları bilirik ki, Allah bağışlayır, tövbə eləyirsən, amma gələcək günahların bağışlanmağı o deməkdir ki, gələcəkdə Allah eləməmiş səhvə yol verərsənsə, Allah səni tövbəyə müvəffəq eləyəcək, ona işarədir. Və Əhl-i Beyt əleyhissalam deyir, Zilhiccənin ilk 10 günündə çoxlu, 1-ci günündən 13-cü gününə qədər çoxlu Allahu Əkbər zikrin deyərdilər, La ilahə illallah, Elhamdülillah, Subhanallah zikirlərini deyərdilər. Quran oxumaq, tilavət etmək məsləhət bililir, xüsusən də səcdə, insan və fəcr surələri. Və Quranı da adi şəkildə yox, nə gözəl olar ki, insan dərk eləyərək oxusun. Əsas tələb olunan insan Quranı dərk edərək oxumaqdır. Və təbii ki, qüsulda da bildiyimiz kimi həm Ərəfə gününün qüsulu var, həm Qurban bayramının, həm 18-də, Zilhiccənin 18-də Qədir bayramı, Qədirxum bayramıdır. O günün də qüsulu var və nəhayət Mübahilə gününün, bu 4 günün qüsulu müstəhəb qüsul sayılır. Bax, belə bir əzəmətli ayda yaşayırıq, əzəmətli ayın ilk 10 günlüyünün feyzindən Allah hamımızı bəhrələndirsin. Ona görə görəsən, insan fikirləşir ki, görəsən bu günlərin bərəkəti haqqında, ümumiyyətlə bu günlərə işarə edən Quran-ı Kərimdə hər hansı bir ayə varmı? Həcc surəsi 22-ci ayəyə baxaq. Allah Teala orada buyurur, Bismillahirrahmanirrahim. Və yazkuru isməllahi fi eyyamin ma'lumat ala ma razaqahum min bahimatil an'am. Müəyyən olunmuş günlərdə Allahın adını onlara verdiyi heyvanların üzərində çəksinlər. Həcc ziyarətində olanlar Allah Taala'nın verdiyi heyvanlar vasitəsilə qurbanlıq kəsirlər. Onda deyir Allahın adını zikr etsinlər qurbanlıqları kəsəndə. Deyir bu ayədə eyyamun ma'lumat, məlum olan günlər deyiləndə istəyir etiqadından asılı olmayaraq bütün müsəlmanların etiqadına əsasən həmin günlər Zilhiccənin ilk 10 günüdür. Başqa bir ayə Fəcr surəsinin İlk 2 ayəsi Vəl fəcri və ləyəlin əşr. Fəcrə, dan yerinə və 10 gecəyə and olsun. 10 gecə deyiləndə Əhl-i Beyt əleyhissalamdan nəql olunan rəvayətə görə 3-10 gecə nəzərdə tutula bilər. Bəzi rəvayətlərdə buyurulur ki, o 10 gecə Qədir gecəsinin mövcud olduğu Ramazan ayının son 10 gecəsidir. Bəzi rəvayətlərdə buyurur ki, Məhərrəm ayının ilk 10 gecəsidir və nəhayət bəzi rəvayətlərdə də buyurulur ki, Zilhiccə ayının ilk 10 gecəsidir. Yəni bunların arasında ziddiyyət yoxdur. Mümkündür Allah bunların hər üçünü bu cür bərəkətli qərar versin. Ona görə İmam Sadiq əleyhissalam buyurur ki, Əl-ləyləl əşr hiyyə əşrun Zilhiccə. 10 gecə deyilində Zilhiccə ayının 10 gecəsi nəzərdə tutulur. Görəsən Zilhiccə ayının ümumiyyətlə bərəkəti və qayəsi, hədəfi, mahiyyəti nədən ibarətdir? Zilhiccə ayının bir neçə mahiyyəti var. Birincisi, Zilhiccə ayı insana təslimiyyəti, ilahi təslimiyyəti aşılayır. İnsana təslim, həqiqi mənada təslim olmağı təlqin eləyir. Və bunun da bariz nümunəsini, ən yüksək nümunəsini təbii ki, Həzrəti İbrahim və İsmail əleyhissalam nümunəsini göstəriblər. Biri öz övladını kəsməyə hazır olmaqla, digəri də atasının əmrinə tabi olmaqla bunun nümunəsini, tam təslimiyyətin nümunəsini göstəriblər. Görəsən, irfani mənası nədir təslimiyyətin? Deyir, irfani mənası əslində insanın nəfsini təslim etməkdir. İnsanın öz arzularını,
öz istəklərini, öz qürurlarını qurban vermək deməkdir təslimiyyət. Həqiqi təslimiyyət insanın Allahın ondan istədiyi İsmailini fəda verməkdir. Və burada artıq mənəvi bir sual yaranır ki, görəsən Allahın məndən gözlədiyi İsmail, qurbanlıq İsmail nədir? Görəsən Allah məndən İbrahim əleyhissalamdan İsmail istəmişdi. Məndən görəsən nə istəyir ki, mən onu fəda verim? İnsan öz-özünə bunu sual verəndə fikirləşir, görürsən mənim qürurummudur ki, Allah deyir ki, qüruru fəda verməlisən mənim yolumda. Görürsən mənim valım dövlətimmidir ki, Allah məndən o var dövləti istəyir. Görürsən məndə aslılıq yaradan, dünyayı barəsində aslılıq yaradan nə var ki, hər bir kəs özünə sual verib onu daxilində tapmalı ki, Allah məndən o aslığı aradan götürməyi, fəda verməyi istəyir. Görürsən harda mən Allaha yox deyirəm, onu fikirləşməlidir insan. Fikirləşsə ki, mən harda Allaha yox deyirəm, Allah Allaha onu qurban verməyimi istəyir, insan kamil zirvəyə çatar. Necə ki, Həzrəti İbrahim əleyhissalam o imtihandan özə almağa çıxmışdı. Bunu bacaran insan da tapsa, mənəvi bir sual versə, onu sualın cavabını tapsa, Allaha o yox dediyi, indiyə qədər yox dediyinə qurban versə, fəda versə, o da kamil imtihan vermiş olar, imtihandan uzaq çıxmış olar. Bir mənası, Zilhiccənin bir qayəsi budur. Digər hədəfi isə Zilhiccə ayında Ərəfə gününə aid olan qayədir. Ərəfə nə deməkdir? Mərifət sözündən deməkdir, insanın özünü tanıması deməkdir. Haqqı dərk etdiyi gün deməkdir. Düzdür ki, insan istənilən vaxt Allaha oturub Allahla öz arasında düşüncə, təfəkkürə dalsa, həqiqəti tapıb Allaha bağlana bilər. Amma Allah Taala Ərəfə günündə bunun üçün insana xüsusi bir zəmin yaradır. Ki, insan özünə suallar versin. Uşaqların içində görürsünüz, ən çox diqqəti cəlb eləyən və gələcəyi uğurlu sayılan uşaq kimdir? Daha çox sual verən uşaq. Bəzən biz bunu başa düşmürük, elə bilir ki, uşaq çox sual verir, biz də onu başımızdan eləmək istəyirik. Əslində bu uşağın aktivliyin, gələcəkdəki uğurlarına işarədir. Ki, gərək valideyn də səbirlə onu cavablandırsın. Necə ki, uşaqlar çox sual verən uşaq gələcəyi uğurlu sayılır, ehtimal var ki, onun gələcəyi uğurlu olsun. Eyni zamanda insan da hər bir yaş dövründə özünə çox sual verərsə, onda həqiqət və o suala cavab tapıb, o cavabla hərəkət elə addımlayarsa, yüksək nailiyyətlər əldə edir ki, məsələn, mən kiməm deyə sualı. Mən kiməm deyəndə mümkündür biri desin ki, öz adın, familiyasını nəzərdə tutsun filan yerdə, işləyirəm, çalışıram və yaxud və s. və ilaxır. Əslində bu elə şəxsiyyət vəsiqəsində qeyd olunub, gündə də bunu görürük, heç bir inkişaf yoxdur. Deməli, mən kiməm sözündə, sualında məqsəd insanın mənəvi kimliyindən gedir söhbət. Ki, haradan gəlmişəm, hara gedəcəm və nə üçün buradayam? Əgər hardansa gəlib, harasa gedəcəyimsə, müvəqqəti buradayam və nə üçün buradayam? Onu tapmalıdır insan və bilməlidir ki, Ərəfə günü, Ərəfənin mənası mərifət sözündən gəlirsə, insanın özünü, öz nəfsini tapdığı gün deməkdir. Mən kiməm sualına batini cavab tapa bildiyi gün deməkdir. Digər bir mənası isə Zilhiccə ayının digər bir qayəsi, hədəfi isə həcc ziyarətidir. Həcc ziyarəti də yalnız Məkkəni ziyarət eləməkdən ibarət deyil, insanın əslində mənəvi doğuluşudur. Mənəvi seyri suluku sayılır. Həcc ziyarəti səfəri əslində sadəcə Məkkəyə gedmək, onu təvaf etməklə yekunlaşmır. Əslində onun mənəvi mənası var. Mənəvi mənası da insanın öz ruhunun, öz əsl vətəni olan həqiqətə qayıdışı deməkdir. Həqiqətə tərəf hərəkət etməsi, addımlaması deməkdir. Kəbə dedik ki, qəlblərin mərkəzidir, qəlbləri özünə cəzb eləyir. Qəlblər də insanın əzaların özünə cəzb elirsə, əgər bir qəlb doğrudan da onun mərkəzi Kəbədirsə, gör nə qədər o qəlbin sahibi məsuliyyət daşıyır öz qəlbi barəsində. Əgər mənim qəlbimin mərkəzi Kəbədirsə, deməli mən Kəbəyə uyğun niyyətlər, hədəflər qəlbimdə gəzdirə bilərəm. Ona uyğun bütün arzularımı istiqamətləndirə bilərəm. Və təvafın bir mənası nədir? Kəbə evinin ətrafına ki, insan təvaf eləyir. Deyir, insanın Allaha həqiqəti tapıb, onun ətrafına, necə ki, işığın, çırağın ətrafına pərvanə dolanır, o cür təvaf etmək deməkdir. Təvafda məqsəd insanın öz Allahını, Rəbbini, həqiqəti tapıb, onun ətrafında pərvanə kimi dolanması deməkdir.
Səfa və Mərvənin mənası nədir? Səfa və Mərvə yalnız o iki dağın, təpənin arasında gedib gəlməkdən ibarət deyil. Əslində biz bilirik ki, bu Həzər xanımın, Həzrət İbrahim əleyhissalam həyat yoldaşının öz oğlu İsmail üçün, körpə İsmail üçün su gətirmək üçün o iki dağın arasında gedib gəlib. Amma düzdür ki, insan o hadisələri diri saxlayır, bir məqsədi budur. Amma mənəvi məqsədi isə əslində su axtarmaq yox, insanın öz ruhunu, öz mənəviyyatını axtarıb tapmasıdır. Və insan rəca ilə xof arasında, həmin Səfa ilə Mərvə arasında gedib gələrkən qorxu və ümid arasında olur. Necə ki, Həzər xanım öz övladı körpə İsmaili üçün su axtaranda qorxusu bundan ibarət ki, birdən tapmaz, amma ümidi var idi, deyirdi bəlkə də tapa bilərəm deyə, hey o yolu gedib gəlirdi və Allah onun ümidini doğrultdu. Və insan da Həccdə Səfa və Mərvə arasında ziyarət eləyərkən, səy eləyərkən öz ruhunun, mənəviyyatının həqiqətini axtarmalıdır və onu tapmaqda bir qədər xofu olsa da ki, qorxusu olsa da ümidini də kəsməməlidir ki, ümidvaram ki, Allah onu tapmaqda mənə kömək olacaq, onu fikirləşməlidir. Ərəfatın mənası, Ərəfatın da dediyi ki, mənası insanın Allahı tanımasının zirvəyə çatması üçün şəraitin yaradılmasıdır. Nəhayət, Mina və Qurban da insanın nəfsini Allaha fəda verməkdir. Ona görə alimlər deyirlər ki, əgər həcc səfəri səni öz nəfsinin ziyarətinə aparmırsa, o sadəcə səyahətdir. İnsan həcc səfərinə gedəndə mənəvi cəhətdən öz nəfsini axtarıb tapmağa çalışmalıdır, öz nəfsinin ziyarətinə çıxmalıdır. Və bunu tapan insan həqiqi ziyarəti eləmiş sayılır. Və Qurban günü ariflərin baxışında nəfsani istəklərin kəsilməsi günüdür. Və ilahi olmayan, nəinki nəfsani istəklər, ümumiyyətlə ilahi olmayan bütün bağların boğazının kəsildiyi gün sayılır. Ən böyük qurban ona görə də nəfs-i əmmarəni Allah yolunda kəsməkdir. Nəfs-i əmmarə nədir? Pisliyi əmr eləyən və itaətsizliyə aparan nəfs. Hər kim, ona görə ariflər deyirlər, hər kim öz nəfsini öldürərsə, Allah ona əbədi həyat, əbədi dirilik bəxş eləyər. İnsan o vaxt həqiqi mənada diriliyi tapır ki, öz nəfsini öldürür. Nəfsin ölümündən sonra həqiqi diriliş başlanır. Ona görə İmam Zeynal Abidin əleyhissalam, İmam Səccad əleyhissalam məhz belə bir gündə buyurur, İnnəl eyyəməl aşrı min zilhiccənin ilk 10 günü Eyyəmun, elə bir günlərdir ki, yuridullahu, Allahın bir iradəsi var, Allahın istəyi var bəndələrindən. Allah nə istəyir? Ən yurəhimə fiyhə ibadə. Allah heç nə həmin günlərdə bəndələrinə rəhm eləmək istəyir və həmin rəhm etmək üçün də müxtəlif şəraitlər yaradır. Ona görə İmam Səccad əleyhissalam buyurur, fəctəhidu, ona görə də çalışın, çox çalışın. Nəyə çalışın? Fittəati fiyhə. Həmin 10 günlükdə Allaha itaət etmək üçün çalışın. Cəmi 10 gündür. 10 günün itaəti tələb olunur. Niyə? Həzrət buyurur, fəinnəhə kəəlfi şəhrin. Çünki həmin 10 gün 1000 aya bərabərdir. 1000 ay deyəndə bir dənə şey yadımızda qalsın ki, 1000 ay demişdi, təxminən 84 ilə bərabərdir. Və bu 84 yaşlı bir şəxsin ibadətinə bərabərdir demək deyil. Çünki insan bir yaşından ibadət eləməyə, Allaha təfəkkür eləməyə başlamır. İnsana ibadət vacib olur. Xanımlar, qızlar üçün 9 yaşdan, oğlanlar üçün 15 yaşdan. 9 yaşında bir qız ibadət eləyərsə 93 yaşına qədər 84 il, bir oğlan da 15 yaşından 99 yaşına həmin 84 il ibadət eləyir, 1000 ay ibadət eləyərsə, ibadət itaətlə, mənəviyyatla ömrünü keçirdərsə, Allah ona nə verəcək? 10 gündə Allah həmin şeyləri insanlara verir, Allah'a and verir, izzət cəlalı xatirinə. Bu 10 gündən hamımızı bəhrələnən bəndələrindən qərar versin və bu bəhri ilə də dünya axirət səadətinə çatanlardan eləsin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar fasalli li rabbika wanhar inna şaniyaka huval abtar. Sadaqallahul aliyyul azim. Mübarək bir aydıyıq. Dedik ki, Zilhiccə ayı, Zilqədə ayı kimi 4 haram aydan biri sayılır və ilin sonuncu ayı, Zilhiccə ayı, Hicri qəməri ilin sonuncu ayı hesab olunur və əməllərin yekunlaşdırılması üçün, gözəl şəkildə xətm olunması üçün Allah bu ayda, xüsusən ilk 10 gündə böyük bir fürsət bizim üçün tanıyıb, bizlərə bir şans verib.
Allah ilin müəyyən günlərində öz bəndələrinə müəyyən fürsət verir ki, onlara rəhm eləsin və həmin günlərdən biri də bu ilk 10 günlük idi, Zilhiccanın ilk 10 günlüyü. Və bu 10 günlükdə biz dedik ki, əsas məsələlərdən biri həcc ziyarətidir. Həcc ziyarəti Allahın imkanı olan şəxslərə vacib buyurduğu bir ziyarətdir. Amma Allah həcc ziyarətini elə-belə yerə vacib buyurmayıb. Allahın məqsədi, qayəsi var. Mütləq hədəfi var insanları Kəbə evinin ətrafına toplamaqda. Nədir o hədəf? Allah Teala Həcc surəsi 27-29-cu ayələrdə açıqlayır. Buyurur: Bismillahirrahmanirrahim. Və əzzin fin-nasi bil-həcc. İnsanları həccə çağır. Yə'tukə ricalən və alə kulli zamirin. Onlar sənə tərəf gələrlər, istər piyada olsun, istər arıq dəvələrin üzərində, hardan min kulli fəccin amiq. Hər cür uzaq yoldan, bütün uzaq yollardan gələrlər sənə tərəf. Nə üçün gələrlər? Başlayır bir-bir məqsədlərini açıqlamağa. Allahın insanları həccə dəvət etməkdə, Peyğəmbərin İbrahim əleyhissalam insanları həccə toplamaqdakı qayəsi. Liyəşhədu mənafi'ələhum. Qoy şahid olsunlar insanlar ki, onlar üçün orada necə mənfəətlər var. Həcc ziyarətinə gedəndə insan o mənəviyyatın, o mənafeyini, o mənfəətlərin mütləq şəkildə şahidi olur. Allah bütün arzusunda olanlara nəsib eləsin. Allah kimlər ki, gedib ziyarət eləyiblər, Allah ziyarətlərin qəbul eləsin. Kimlər ki, hal-hazırda ziyarətdədir, onların da ziyarətin qəbul, sağ-salamat gəlmələrinə nəsib eləsin. Birinci məqsəd nədir? İnsanın Allahın onun üçün təyin etdiyi mənafeylərə şahid olması, mənfəətlərə şahid olması. İkincisi buyurur: Və yəzkurusməllahi fi eyyəmin məlumət. Bayaq dediyimiz. İkincisi, Allahın onlar üçün qurbanlıq təyin etdiyi heyvanları kəsəndə Allahın adını zikr eləsinlər. Allahın adını çəksinlər ki, Allah verib onlara o heyvanları, o ziyarəti, heyvan qurban kəsməyi. Üçüncüsü buyurur: Fəkulu minhə, ondan özünüz də yiyin, və ət'imun bəisəl fəqir, çarəsiz fəqirlərə də yedizdirin. Sonra üçüncüsü daha doğrusu buradan başlayır. Summəl yəqzu təfəsəhum. Bax, ən maraqlı yeri buradır. Niyə maraqlı? Hər yeri maraqlıdır təbii ki. Amma ən çox ixtilaf olan yeri, insanların başa düşə bilməyəcəyi. Əgər Peyğəmbər və Əhl-i-Beyt əleyhimussalam bu ayənin bu hissəsi barəsində məlumat verməsidir, heç birimizin bilməyəcəyimiz bir məqamdır, onun üçün bizlərə maraqlıdır. Buyurur: Summəl yəqzu təfəsəhum. Üçüncü məqsəd. Təfəslərini icra etsinlər. Təfəsəhum deyir, mən də deyirəm, təfəslərini icra etsinlər. Təfəs nədir? Təfəs ərəbcə kəlmə deyil. Lüğət alimləri deyirlər ki, filoloqlar deyirlər ki, təfəs sözü ərəb lüğətində yoxdur. Nəinki ərəb lüğətində? Ümumiyyətlə, ərəb ürfündə, mədəniyyətində, adət-ənənlərində, digər bir sahələrdə təfəs sözünə rast gəlinmir. Ona görə deyirlər ki, lüğət alimləri deyirlər ki, bu sözün mənasını ancaq Quranın təfsirlərindən biz götürüb lüğətə daxil eləmişik, əgər varsa lüğətdə yoxdur. Hansısa lüğətdə də tapılsa, təfsirdən istifadə olunur. Çünki təfəs sözü ərəb kəlməsi deyil. Belə olan halda təbii ki, insan bir söz ki, ərəbcə deyil, təbii ki, kimə müraciət eləməlidir o sözün tərcüməsindən, başa salınmasından ötürü? Əlbəttə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə və o həzrətin Allahın izni ilə, Allahın iradəsi ilə təyin etdiyi haqq xəlifələrinə, yer üzündəki haqq höccətlərə müraciət eləməlidir. Lisanul Ərəb lüğətinin müəllifi, məşhur filoloq İbn Mənzur Hicri 7-8-ci əsrlərdə yaşayıb, miladi 13-14-cü əsrlərdə. O deyir ki, Zəccac adlı filoloq deyir, lüğətdə təfəs kəlməsi yoxdur, bayaq dediyimiz kimi. Zəccacdan nümunə gətirir. Bu təfsirdən əldə etmişik bunun mənasını.
Və təfsir əhli də buna ancaq necə əldə edə bilərlər? Təfsir əhli bunu necə tərcümə edə bilər? Yalnız o evdən, o evin əhlindən bunu öyrənə bilər ki, o evə vəhiy nazil olurdu. Ona görə Şeyx Tusi Tibyan təfsirində də Əl-Əzhəridən bu kəlamın bənzərini nəql edir. Və deyir ki, lüğət alimləri, müfəssirlər məhz bu məsələyə görə təfəs sözünün üzərində ixtilaf ediblər. Məsələn, tərcümələri açsaq, indi məsələn gedib hamımız tərcüməni oxuyuruq da, tərcümədə yazıb ki, həc əməllərini yerinə yetirsinlər. Sümmə liyaqzu təfəsəhum, təfəslərini icra etsinlər, yəni həc əməllərini yerinə yetirsinlər. İndi deyir ki, lüğət alimləri, filoloqlar və təfsirşünaslar, təfsir alimləri bəhs ediblər, ixtilaf ediblər təfəs sözünün mənası və məsələn, bəzilər deyirlər ki, huval vasəx, vəsəx deməkdir, vəsəx çirkinlik deməkdir, kirlilik. Yəni, falan işlər görün, bir məqsəd də budur ki, həc ziyarətinin məqsəd, təmizlənəsiz, çirkinlikdən qurtarasız. İndi bu, hardan götürür bu tərcümə, hələ bilinmir. Ki, yəni, bu kirlilikdən nicat tapasız. Bəziləri deyirlər ki, məsələn, Zeməxşəri, təfəs kəlməsində məqsəd saçı qırxmaq, dırnağı tutmaqdır, həccin mənasiki deyirlər. Həcc əməllərin yerinə yetirməkdir. Yəni, bir sözlə dırnaqları tutmaqla, saç qırxmaqla təmizlik aparmaq, təmizlik işləri görmək, zahiri təmizliyə qovuşmaq deməkdir. Amma biz həccin qayəsinə baxanda, həcc ziyarətinin, bu 5 qayədən biri kimi biz desək ki, həcdə bir qayədə məqsəd budur ki, gedəsən buradan, bu boyda yolu gedib, o qədər xərci çəkəsən ki, gedib orada dırnaq tutub qayıdasan, yaxud bu boyda xərcləri sərf elə ki, gedib orada saç qırxdırıb gələsən, həccin bu məqsədi qayəsi ola bilərmi? Düzdür ki, həcc əməlləridir, saç qırxdırmaq, dırnaq tutmaq və s. və ilahir, amma hədəf deyil. Onlar həccin mənasiki sayılır, əməlləridir. Amma təfəs sözündə ki, təfəs deyir, həccin qayələrindən, hədəflərindən biridir, saç qırxdırmaq hədəf ola bilməz, saç kəstirmək hədəf ola bilməz, dırnaq tutmaq həccin hədəfi ola bilməz. Yəni, bu qeyri-mümkündür. Ona görə də bu kəlməyə İmam Baqir, İmam Sadiq əleyhissalam məna veriblər ki, əgər onların verdiyi məna olmasın, bizə təbii ki, qaranlıq qalardı. Onlar buyururlar ki, təfəs sözündə məqsəd ki, Allah buyurur, ثُمَّ لِيَقْضُوا تَفَسَهُمْ təfəslərini icra etsinlər. Yəni, لِيَلْتَقُوا بِالْإِمَامِ həmin dövrün imamı ilə görüşsünlər. Təfəs sözündə, təfəsi icra etməkdə məqsəd, yəni imamları ilə görüşsünlər. Həccin bir məqsədi, bir qayəsi də, necə ki, biz bilirik ki, həccə getməkdə müxtəlif qayələr var. O qayələrdən biri Allahın buyurduğu təfəslərini icra etsin, yəni imamları ilə, öz zəmanələrinin ilahi rəhbərləri ilə görüşsünlər. Çünki deyir, bu sözün mənası, yəni imamla görüşmək, bəli, hədəf ola bilər. İnsan üçün qayə ola bilər. Dırnaq tutmaq, nə bilim, saç qırxdırmaq, kəstirmək, bu qayə ola bilməz. Amma imamla görüş təbii ki, qayə ola bilər. Çünki necə ki, 27-ci ayə, Həcc surəsi 27-ci ayədə buyurur ki, وَاَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ Ey İbrahim, insanları həccə çağır. يَأْتُوكَ Onlar sənə tərəf gələrlər. Niyə demədi ki, onlar həccə tərəf gələrlər? Həccə çağırırsan, sənə tərəf gəlsinlər. Niyə? Niyə sənə tərəf gəlsinlər? Deməli, həccin bir qayəsi də hər bir dövrdə həccə gələrkən o evə kim ev sahibliyi elirsə onunla görüşməkdir. Düzdür ki, həcc, Kəbə evi Allahın evi adlanır, Beytullahdır, Allahın evidir. Amma Allah o evin, ev sahibliyin həcc ziyarəti zamanı özünün yer üzündə qərar verdiyi xəlifəyə tapşırır. İbrahim əleyhissalamın dövründə Həzrət İbrahim Peyğəmbər qarşılayırdı, qonaqları yola salırdı. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləmin dövründə Peyğəmbər salavatullah, o həzrətdən sonra bir-bir imamlar, insanlar Kəbəyə gedəndə ziyarət edirdi, mütləq gedib imamları ilə də görüşürdülər. İndiki dövrdə də təbii ki, həcc ziyarəti
zamanı görüşəcəyimiz yeganə şəxs Allahın ilahi həqiqi rəhbər təyin etdiyi, ilahi höccət təyin etdiyi İmam Mehdi Sahib Zaman əleyhissalamdır. Düzdür ki, əvvəlki dövrlər kimi deyil. Təbii ki, əvvəlki dövrlərdə insanlar həcc ziyarətini gedib imamı da ziyarət edirdilər və mənəvi feyz aparırdılar, sualların verib problemlərin həllini tapırdılar. İndi bizim təbii ki, ləyaqətimiz çatmır ki, bu əməllərimizə görə gedək həcc ziyarətini birbaşa imamla görüşək. Bu mümkün olmaz da, amma ən azından hər bir şəxs həccə getdiyi zaman imamı ilə tanış ola bilər və imamı barəsində mənəvi söhbət apara bilər. Ki, ilahi, mən gəlmişəm və sən Quranda buyurursan ki, bir məqsəd də həcci ziyarət etməkdə zamanə imamı ilə görüşməkdə, ilahi, gəlmişəm, əməllərimə görə bilmirəm, amma ki, mənim etiqadım bundan ibarət ki, o sənin həqiqi ilahi rəhbərindir. Həcc ziyarətinə indi sən həcc ziyarətin ev sahibliyin o imama tapşırmısan. Mən də ona iman gətirmişəm, onu öz imamım bilirəm. Bunu demək olar, düz deyilmi? Ona görə də bu ayə barəsində, həccin müəyyən qayələr barəsində söhbət gedəndə təfəssüs sözünün mənası insanın imamı ilə görüşməkdir. Sonra buyurur, وَلْيُوفُوا نُزُورَهُمْ elə isə nəzirlərin versinlər, وَلْيَطَّوَّفُوا بِبَيْتِ الْعَتِيقِ və qədim evi təvaf etsinlər. Qədim ev deyilməyinə də məqsəd Nuhdan sonra bütün hər yer tufan nəticəsində dağılmışdı. Yalnız Kəbədən başqa, ona görə Kəbə qədim ev adlanır. Başqa bir rəvayətə görə deyirlər ki, qədim ev adlanmasına səbəb insanın ilk ziyarət mənbəyi olan ziyarətgah, insan üçün təyin olmuş ilk ziyarətgah olduğuna görə belə adlanıb. Quran-ı Kərimdən biz bildiyimiz kimi həcc ziyarətinin vacib olmasının və onun müəyyən mənasiki dediyi həcc ziyarətinin əməlləri var. İmam Zeynal Abidin əleyhissalam bir nəfər səhabəsi ilə görüşdü. Səhabəsi gəldi imamla görüşəndə həcc ziyarətindən gəlmişdi. İmam əleyhissalam ona həccin mənəvi dəyərlərini aşılayırdı. Məsələn, soruşurdu ki, sən həccə gedəndə miqata düşdünmü, miqata çatdınmı? Deyir, bəli. Şibli adında səhabəsidir. Çox uzundur, qısa bir neçə yerin deyim sizə. Deyir ki, miqatda oldun, deyir, bəli. Deyir, orada paltarlarını çıxartdın, deyir, bəli. Deyir, qüsul verdin, deyir, bəli. Həzrət buyurur ki, sən o ki, miqata çatdın, onda niyyət etdinmi ki, sən əynindən günah paltarlarını çıxardırsan. Öz paltarları çıxardanda əsl məqsəd odur ki, sən günahları tərk eləyirsən. Bunu niyyət elədinmi? Deyir, xeyr. Həzrət buyurur, paltarını dəyişəndə niyyət etdinmi ki, riyanı, nifaqı və şübhəli halları əynimdən çıxardıb atıram? Deyir, xeyr. İmam əleyhissalam buyurur, yaxşı, miqata çatanda və sən orada paltarını çıxardıb qüsul verəndə sən dedinmi ki, mən günahlarımdan Allaha xalis tövbə qüsulu verirəm, təmizlənmək üçün qüsul verirəm, deyir, xeyr. Həzrət buyurur ki, sən nə miqata düşmüsən, miqatı görmüsən, nə paltarlarını çıxartmısan, nə də qüsul vermisən. Həccin bu cür bir Həzrət yerlərin, məqamların o həmin Şibli adlı dostuna, ardıcılığına deyir. Hamısında xeyr deyə gəlir. Elə bil İmam Səccad əleyhissalam bir ona izah eləmək istəyir ki, həcc ziyarətində o zahiri əlamətləri, işləri görəndə bunları da niyyət edin. Çünki məqsəd mənəvi hədəfdir. Məqsəd mənəviyyatdır. Zahiri olduğu kimi batini mənası var. Həzrət deyir, o qədər bu sözləri deyir, axırda qutaranda bütün həcc ziyarətinin əməllərini qutarıb, sualını qutarandan sonra həmin şəxs başlayır, deyir, mənəviyyatlı idi, imanlı insan idi, başlayır ağlamağa. Ağlayır və sonradan Həzrət buyurur ki, sən gərək yenidən həccə gedəsən. İmanlı idi, Allah Teala ona yenidən nəsib edir, gedir həcc ziyarətin imamın buyurduğu kimi öyrənir və bir ziyarət əməllərini icra etdikcə o mənəvi dəyərləri də xatırlayır, Allaha and verir bizə. Həcc ziyarətini mənəvi şəkildə icra etməyə hər birimizə nəsib eləsin və bu yolla da dünya axirətin səadətin hər birimizə qismət eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim.